cəryanlarında yağıntıların artan okeanda kimin sualıdır? Sənin sualıdır, Fatima, çox gözəl. Yağıntıların okean cəryanları iki yerə bölünmüşdür. İsti okean cəryanı, bir də soyuq okean cəryanı. Soyuq okean cəryanları nə gətirirdi? Quraqlıq gətirirdi. İsti okean cəryanları nə gətirirdi? Rütubət gətirirdi. Bəli. Deməli, sahil rayonlarında yağıntını artırır deyəndə mən isti seçərəm, soyuq seçərəm, şala. İsti seçərəm. Şimal Atlantik cəryanı istidir, soyuqdur. İstidir. Bəli. Şərqi Avstraliya cəryanı istidir, soyuqdur. İstidir. Peru cəryanı istidir, soyuqdur. Soyuqdur. Braziliya istidir. Kaliforniya soyuqdur. Gulf Stream istidir. Sonra Bengel cəryanı soyuqdur. Kanar cəryanı soyuqdur. Cavab nə qaldı? Şimal Atlantik, Şərqi Avstraliya, Braziliya, bir də nə? Gulf Stream. Bəli, deməndi. İqlimə soyuq okean cəryanları təsir göstərən yarımadalar. Baxaq görək, Kamçatka yarımadası soyuq okean cəryanıdır. Amma, 56 lütfən, Skandinaviya isti okean cəryanı daxil. Ona görə A bəndi gedəcək. B bəndə Somali, doğrudan Somali soyuq okean cəryanı keçir. Kaliforniya soyuq